ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Axşamınız xeyir olsun əziz izləyicilər və əl çalanlar. Bugün bizim yenə dəyərli qonaqlarımız var. Xoş gəlmişsiniz Zeynəb xanım. Necəsiz? Necə gedir serial? Yaxşı gedir. İlkin və İlkanə, xoş gəlmişsiniz. Necəsiz? Nətər gedir işlər? Gəlin səhnəyə oynayaq. Necə gedir işlər? Yaxşıdır? Çəkilişlər, işlər, hamısı əladır. Əziz dostlar, bu günləri də maraqlı bir səhnəcilər fikirləşmişik. Bugünkü səhnəcilərimizdə amma biraz qeyri-adi şeylər var. Deməli, əziz dostlar, seriallara yəqin ki baxırıq da, hər bir başqa platformalarda, televiziyada, türk seriallarına, Braziliya serialları köhnəlib, amma əvvəl baxırdıq. Baxanlar varsa bir alqışlayın görüm kimdir bu seriallara. Bizim öz seriallarımıza da baxırıq, yəni ki, gəlin bir alqışlayaq. Seriallarda maraqlı bir şeylər olur və bizim xanımlar daha çox o seriallardakı kimi yaşamaq istəyirlər. Deyirlər ki, bax gör nə qəşəngdir. Burak, hə, rast. Buraka baxır, sonra baxır öz yoldaşına belə. Və başını buraxır, yəni. Deyir ki, o deyil. Çünki orada seriallarda hər şey qəşəng görsənir. Məsələn, birdən-birə kişi girir içəri deyir ki, həyatım sənin Bentley aldı. Vau, nə gözəl. Yəni bizdə o Bentley, hardan hansı pul bir də ya? Mən nətər Bentley aldım, belə olur da real həyatda. Amma orada hər şey sevinirlər. Bir də dəhşətli faciələr olur, durduq yerə. Gözləmədiyin anda biri deyib güldüyü yerə dum, bütün həyatı qaralır. Amma xanımlar istəyirlər ki, o seriallardakı kimi həyat yaşasınlar, oradakı o gərginliyi, oradakı həm həyatım çox darıxdırırız, nə bilim nə. Gəlin təsəvvür eləyək ki, belə bir xanım var və onun başına bir bəla gəlir. Nə bəla gəlir? Xanım özü serialların içinə düşür. Əziz dostlar, alqışlarınızla, gürültülü alqışlarla kəsminiz əladır. Bu nə gün güzarandı ya. Portağal suyumuz var, pomidor xiyarımız var, zeytunumuz var, su börəyimiz var, menemenimiz var. Menemen? Hə. Menemendir bu. Hə. Bunun tərkibində nə var? Pomidor yumurta. Az onda pomidor yumurtadır da bu menemendir. Seriallarda elə deyirlər də, menemen deyirlər. Sən buna bax, pomidor yumurta girdi seriala oldu menemen. Eşidirsən, sən nə bilərsən, eşidirsən. Mən gedirəm yatmağa, göy yatıram da, xəbərim yoxmuş kimi əlində padnosla gəl seriallardakı kimi. Mən də deyim, aşkım, bana yemək getirdin, zat da belə də göz sevinirəm. Az saat demişəm ki, mənim bu padnosa travmam var. Mən padnosu tərk etmişəm. Eləmədən bunu. Nə tərk edirsən? Az mən o vaxt ofisiyant işləyəndə, deməli bu padnosla bir dəfə belə aş gətirirəm məclisə, aşın da üstə belə alov var. Bəy gəlinə çatanda ayağım nətər ilişdirsə, alovu dağıtdım gəlinin üstünə. Gəlinin paltarı başladı yanmağa. Toyun axırına qədər gəlin sportivində oturub. Sportivində niyə? Bu gəlinin dayısı ortada sportivlə gəlmişdi, ortada oynayırdı. Elə getdik, onun sportivini çıxartdıq, getdik, verdik gəlinə, gəlin onu geyindi. Dayısı lütf oturdu toyda. Hardasa bir saat. Ondan sonra bu Spiderman gəldi. Elə Spiderman'ın paltarını çıxartdıq, verdik dayıya. Dayı geyindi, başladı ləzginlik oynamağa. O video çıxmışdı ha, Spiderman ləzginlik oynuyordu. Bax o qızın dayısıydı. Oynuyordu orada elə. Sən nə deyirsən, mən də bayaqdan sənə qulaq asıram. Mənim canım sıxılır bu evdə, darıxıram mən, başa düşürsən. Heç nə yoxdur, maraqlı heç nə yoxdur. Az maraqlı mən. Nə olub ki həyat yoldaşın var? Sənin gül kimi həyat yoldaşın var. Şurası sənə heç nə olmayıb, sən yaxşısan. Amma mən intriqa istəyirəm. Bax, seriallarda görürsən,
Oradan buradan intriqa, onun evini yıxır, bu bunun evini yıxır. Maraqlı olur. Bir də bizə bax. Onlar rəngarəkdir. Dudufu eləyib mamamı çağırırdım ki, evdə intriq olsun. Da imkan vermədi, razılaşmadı. Sən Allah anavı uzaq elə. Anan gəlsəydi qorxu filmi olacaqdı. Niyə ki? Çünki sənin anan ruh kimi gəzir, ölü kimi yatır, vampir kimi qan içir. Mənim anam. Hə. Ona qalanda sənin də anan gəlsəydi, evində heyvanlar aləminə dönmüşdü. Niyə ki? Çünki maman it kimi qapır, ilan kimi sancır, öküz kimi də yeyir. Firdovsi, anam haqqında düzgün danış. Onda sən də mənim anam haqqında düzgün danış. Malades oğlum. Zor dedin. Hakkımı koymadın yesinler. Az mənim mamam hardan çıxdı? Mən bununla bayaq danışdım, görüntülü bu rayondaydı. Bu nətər oldu, indi divan dalından çıxdı? Mən sənə deyəndə ki, anan ruh kimi gəzir, inanmırsan mənə. Ay mama, ay papa, mən gedirəm iş görüşməsinə, mənə uğurlar arzulayın. Uğurlar arzulayıram qızım. Əla qızım, əla. Əla. Ala bunu. Ala bunu. Bunları niyə yeyirəm? Deməli, holdinqə girəndə, liftə minəndə birdən hansısa bir oğlan girdi də, risk bir-birinizə belə dəydiniz, kitablar düşdü əlindən yerə, sonra bir-biriniz onu belə götürəndə göz-gözə gəldiniz, aşıq oldu, sonra 10-cu bölümdə bildin ki, holdinqin müdürüdür. Ay mama, mən karyera qurmaq istəyirəm, ərə getmək istəmirəm. Papa, mamama denəndə niyə belə eləyir? Az maman bu bizim yaşadığımızı bəyənmir, deyim mən seriallardakı kimi yaşamaq istəyirəm. Siz mənə başa düşmürsünüz. Ata-bala mənim ömrümü yediniz. Başa düşmür. Çıxın bayrağa, çıxın çələ. Mən seriallarımla məni baş-başa buraxın. Mən serialıma baxacağam. Hansı seriala baxacaqsan? Mən səni, sən özgəni, özgə də başqasını sevir serialı. Yox, bu da dəqiq kim sevir? Hansı tay sevir? Firdovsi, çıx bayrağa. Yaxşı, ev yoxdur qızım, gəl biz gedək. Maman seriala baxsın, serial işığa, işıq pula, pul da mənim maaşıma, maaş da cibimə. Təbii baxsın da görək nə olur. Görək nə olur. Gözüm boş olur, bir nəfər. Neysə, əvvəlki bölümlərdən verirlər, biraz yuxuya gedə bilərəm ona kimi. Yarım saat çəkəcək. Mən səni, sən özgəni, özgə də başqasını sevir. 325-ci bölüm. Böyüksüzlər. Mən səni, sən özgəni, özgə də başqasını sevir. Mən səni, sən özgəni, özgə də başqasını sevir. Bu nə mahnıdır, bayaqdan bu nə musiqidir gəl. Həyatım, oyandın sən. Nə qədər vaxt idi komadaydın? Mən komadaydım. Hə, amma fərqi yoxdur. Qayıtdın bizim aramıza. Bu da öz əllərimlə sənə hazırladığım səhər yeməyi. Buyur. Firdovsi, Can. sən mənə göbələkli səhər yeməyi hazırlamısan? Yox, köhnəli fikir bağlayıb ona görə göbələk çıxıb üstündən. Deyirəm axı sən komaya girəndən mən hər gün səhər eyni yeməyi gətirəm apardım. Ki, bəlkə bir səhər oyanasan və sən bu yeməkdən yeyəsən. Firdovsi, Can. sən necə də romantik olmuşsan, sənə qurban olaram mən. Bunun hamısı sənə görədir, Gülnar. Portağal suyunu iç, iç o portağal suyunu. Ədə bu... Üzü yatmısan bunun içinə. Sənə qurban olaram mən. Sən necə romantik ol, eyni seriallardakı kimi. Mən də deyirəm üzüyüm hanı, təsadüfən içimə düşür. Ay Firdovsi, indi fikir verirəm, sənin saçın niyə sarıdır? Çünki mən saçımı pompon şampunlarından yuram. Pompon şampunları saçı daha da təravətli və daha gözəl eləyir. Tərkibində B12 vitamini var. Şəhərimizin istənilən apteklərindən ala bilərsiniz. Pon, pon, pon.
Yox, mən başa düşmürəm. Sən şəkil çəkdir, sən niyə elə dayanır? Bu mahnılar hardan gəlir dəqiqədə biri? Gəlir də mən reklam eləyirdim. O bilsən çörəyimiz oradan çıxır. Ana, Qızım, sən ayaqsa görmək necə də xoşdur. sən necə dəyişmisən? Canay qızım. Ana, mənim sizə xoş xəbərim var. Ana, mən holding sahibi ilə evlənmişəm. Nə yaxşı, Allah sizi xoşbəxt eləsin. Merhaba, benim adım Cenk. Sizinlə tanışlığa çox şad oldum. Mənim adım Cümşüddür. Sağ ol baba. Sizlerle tanıştığıma çok memnunum. Sizinlə tanış olmağıma bir daha şadam. Mənə elə gəlir ki, bu sadəcə tanış olmaq deyil. Sanki həyatımın bütün dərin qatlarının bir-birinin içinə dolaşdığı, xoşbəxtlik verən kainatla barışdığım bir an oldu. Yox, bu Cenk nə vaxtdan cümşüd oldu? Bu bir də mən başa düşmürəm. Onsuz da ki, biz yəni bu türk dilində bilirik də, nə məcbur daxı bunu tərcümə eləyirlər. Ay sağ ol. Ana, bizim sizə sürprizimiz var. Hə. Mən hamiləyəm. Yaz görmürdü ha. Ay qızım, nə yaxşı dedin. İnanırsan hamilə deyiləm desən sürpriz olardı mənim üçün. Deyərdim yəqin pivədəndir. Yox mama, mən əkiz uşağı hamiləyəm. Biri qızdır, biri oğlan. Adlarını da fikirləşmişik. Birinin adı Ərəstun olacaq, birinin adı Jalə. Yəqin oğlanın adı Ələstun, qızın adı Jalə. Yox mama, birinci hansı çıxsa onun adı Ərəstun olacaq. Ay, mən başa düşmədim. Mən siz əqqabı ilə gəzir. Mən dizimi atıb yerə buraları silirəm. Bu nə də əqqabı ilə gəzsin evin içində? Az daha sən silməyəcəksən. Niyə? Çünki mən qulluqçu tutmuşam. Seriallardakı kimi. Necə də romantiksən. Buyurun bəy, çağırtdırmısınız. Bu qaynana, anavı evdə qulluqçu tutmusan? Nə xoşbəxt gündə bugün. Nə xoşbəxt gündür bugün. O mənim anam deyil. Nədir yəni? Çünki mən küçələrdə böyümüşəm. Ay Firdovsi, mən bunu bilmirdim. Can, küçələrdə sən zülmlə, əziyyətlə, zillətlə böyümüsən. Yox, bəy balası kimi böyümüşəm. Çünki anam məni Teymur Əliyevə milyoner məhəlləsinə atmışdı. Ona görə də mən yaxşı böyümüşəm. Əgər Bəxtiyar məni götürüb böyütməsəydi, mən indi çöllərdə qalırdım. Kızım, rast ki sen komadan ayrılmışsan, bunu unutma. Qatıq ağdısa, güvertilər oynaya bilmir. Nə? Təəccübləndin, hə? Yadında saxla, təəccüb təənnümlər içərisində məhv olmuş qartalın caynaqlarında nə ola bilər ki, insan istəməsə də, gəlməsə də, istədiyi hər şeyin altında bir dənə taxtanın üstü Nə var. danışır bu? Hikmətli sözlərdir, qoy desin. Qızım, unutma, qartal caynağında mən istəyir. Deyirəm, ay Firdovsi, bu Bəxtiyar kişi səni tapıb, amma deyən özünü tapmayıb. Yox, qoy tapmasın özünü. Bugündən bu holdingin sənətləri, holdingi keçirirəm sənin adıva. Ay Allah, sənə qurban olaram Firdovsi, nə gözəl ailə. Bax, qızım holding müdüründən evlənib, ərim romantik olub. Hər şey çox yaxşıdır. Bir dənə düzdür, bu kişi o deyil, amma nəysə, deyib yox. Olsun. Qaynanam da qulluqçum. Cenk! Ay dayanın görmün, mən bilmədim. Beyim qarşılayıb bilmədim, kimə baxım. Hər kəs burada bütün gerçəkliyi biləcək. O hamilə deyil, əsl hamilə mənəm. O saxtakardır. Çıx! Çıx! Kendine bak. Ələstun! 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 Yavrumu nereye tulluyorsun? Tulluyorsun ama bak.
Qızım, bəs sən deyirdin mən 2 uşağa hamiləyəm. Al, bu da Jale. Jale böyüymüş Ələstundan. Sən bizim adımızı ləkələdin. Bəs indi biz bu ləkəni necə təmizləyəcəyik? Pompon yuyucu vasitələri ilə. Pompon yuyucu vasitələri hər cür ləkəni dərinləməsinə təmizləyir. Nar ləkəsi, limon ləkəsi, bilmədiyin nəsə ləkə və təbii ki, namus və şərəf ləkəsi. Pompon yuyucu tozları, bir sözlə. Pompon. Hamısını sən elədin. Hamısını sən elədin. Dayan! Vurma dəvəmi. Nə? Nəvəmi? Oğlum, mən səni atanam. Və mənim anam kimdir? Sən başa düşmədin oğlum. Sənin anan mənəm, amma mən səni çölə atanam. Çölə atansan, içəridə anasan. Onu demirik, səni çöl atandı bu. Çölə atandım. Allah, holdingi keçirdirəm sənin adıma. Bəs mənim idi o. İndi onun oldu. Holdingin əsl sahibi mənəm. Sən kimsən? Kənan əmim. Oxşuyur olmaz. Allah eləməsin. Mən Bəxtiyarın oğluyam. İllər öncə məni bu Firdovsiyə görə küçələrə attın. Əgər sən vaxtında onu atıb məni böyütməsəydin, indi o gəlməzdi. Ay Allah. Düşdü, nəysə düşdü. Makasin düştü, makasin. Tahirə, əgər sən bu uşağı küçüyə atmasaydın, mən bunu tapmazdım. Silahını çəkdi. Gör kimi oğlum var imiş, buna bak, normal adam deyil. Bu nə ailədir? Gör kimi böyütmüşəm. Qızım, əgər sən gəlib çıxmasaydın, bu söhbətin üstü açılmazdı. Biz xoşbəxt yaşayardıq. Aydan! Hər şey sənə görə oldu. Sən mənim Cenk'imi əlimdən almasaydın ailəm dağılmazdı. Cenk! Ada yoxdur ada, bu nədir ada? Bu nə ailədir? Beni. Əgər sən mənə xəyanət eləməsəydin, mən bütün bunları yaşamazdım. Elmi tetiyə tut, elmi tetiyə tut. Qurban olun, dayanın. Beni de vurun, beni de ana doğu. Vurur da sən otur orada. Kartal, heç var. Az dur yerində yat, soyuq olacaqsa. Öldü televizyon qabağında yatmaqdan. Firdovsi, Ha, sən sağsan? imkan versən yaşayacağıq. Sən görmə. Sənin saçına nə olub? Sənin saçın... Sən ağardıbsan. Yox, sən pompon şampunlarla yumurdun. Pom. Sən xəstəsən az. Pompon şampunu nədir? Sən deyəsən bu soyuqda zadda yatmaqdan başın gedib ha sənin. Nətər yəni, mən... Yəni, deməli, mən yatmışdım bayaqdan. Ha. Yəni, deməli, mənim o gördüklərim hamısı yuxuydu. Sən ölməmsən. Can sənə qurban olaram, evimin dirəyi. Qadan al mən səni. Arvad coşdu. Qurban olaram, mən bir də qələt eləyərəm. Uzo telefon ya. O tərəfdəsən, mən qabaq, uzo geç qabağa. telefon ya. Sənə qurban, mən qələt eləyərəm, bir də seriallara baxıb oradakı ailələri arzu eləyərəm. Sənə ömrüm qurban, qadan al, mən nə yaxşısan sən. Qulaq as, sən yuxuda nə gördün ki, belə dəyişdi deski? İşinə sonra deyərəm. Qızımızanı? Qızımız iş görüşməsinə getmişdi, gəlməlidir o görək. Ata, ana, sizə şad xəbərim var. Aydan, sən sağsan.
Qurban olaram sənə can. Anama nə olub? Nə bilim qızım, nəsə yuxu görüb yuxusunu qarışdırıb ona görə. Sən iş görüşündən danış, nətər oldu iş görüşməsi? Heç nə, ata. Mən işə düzəldim holdingdə. Nə? Hə, nətər oldu? Bu nətər düzəldin? De danış görək. Liftdən çıxırdım. Çıx, qoy çıxsın da, qoy çıxsın bəlkə nəsə işi var. Bir nəfərlə toqquşdum. Yox. Ay qoy toqquşsun da lan. Yox da. Bilirsən kim imiş toqquşduğum Kim imiş? adam? Holdingin sahibi. Az yaxşı, az bunun başı getdi. Az bunun başı getdi, yaxşı. Keyfimiz necədir, necəyik? Yorulmamışıq. Deməli, bu səhnəcimizdə mövzu nədədir, dostlar? Qadınları ən çox maraqlandıran sual. Sizcə nədir? Nə bişirim, nə geyinim? Ay, sağ ol. Bravo. Zeynəb xanım, bravo. Gəlin, bugündən siz bizim senaristsiniz. Gəlin bizim... Ümumiyyətlə belə bir şey deyim. Evdə ən çox hansı yeməyi pişirirsiniz? Makaron kasıblar danışmasın. Kasıblar. Başqa nə yemək? Kimin evində baş... Qavurma. O Naxçıvanlı deyil, sən Naxçıvanlısan. Niyə bu uşağa qavurma yedirtirsən? Məcburdur. Dadlıdır. Başqa çarəm var. Olmasın. Dadlıdır. Qavurma pişirsən hər gün. Hər gün qavurma. Yəni bir dəfə pişirirəm, bir həftə yeyir onu. Bu arada İlkin Elkanı evdə pişik saxlayırlar. Hər gün o yeməyi vermir ha pişiyə. Yəni İlkin pişik İlkindən hörmətlidir də. Yəni bu yazıq niyə ancaq qavurma yeyir? Mənə yadıma gəldi ki, İlkayına tələsə həkimə gedirdi. Yəni pişiyi aparırdı. İlkin orada xəstə idi də, yəni belə qrip. İlkin sən sağala bilirsən. Sən yardımlısan da, düzdür. Yardımlının nə yeməklə məşhurdur? Şok. Elə yaşlı qavurma yeyirsən. Yemək görmüsən axır ki. Ay maşallah, başqa nə yemək pişirirsiniz? Ay, əlimi qaldır əlimi. Nə? Maxara nədir? Zaqatala yeməyi. Ay maşallah. Deməli dostlar, bu səhnəcimizdə başa düşdüyünüz kimi bu iki problem üzərində olacaq. Alqışlarınızla bu səhnəciyə başlayırıq dostlar. Sən zarafat elə. Barbat nə yığıb bizi bura? Diqqət. Aha. Danışır Reyhan. Əziz ailəm. Bura sizə yığmaqda məqsədim var. Mənə bu evdə 2 dənə sualın cavabı çox maraqlıdır. Mən bu 2 suala cavab tapa bilmirəm. Birincisi, çölə bayıra çıxanda əynimə nə geyinim? İkincisi, mən bugün nə bişirim? Birinci sualın cavabını boş vermişəm. Çünki bu oğluvuz Aydel də mənə bir dəfə qara don alıb. Mən onun yaxasına gül taxıb toya gedirəm. O gülü çıxardıram, yasa gedirəm. Gül kimi yaşayırsan da nə olur ki? Nə etirazın var ki? Xahiş edirəm, ciddiyyətimizi pozmayaq. Bu ikinci sualın cavabı çox tapmalıyıq, qlobal bir sualdır bu. Mən bugün nə bişirim? Bəlkə dolma bişirim. Yox, dolma nədir? Niyə gül kimi yeməkdə axı? Mən qələt elədim, bir dəfə dedim ki, dolma pişir. O toylarda afisantlar var, suyu dayanmadan eyni sokusudur, dayanmadan eyni sokusudur. Onun kimi dayanmadan bir ay dolma pişir, neyse. Yarpaq dolması, kələm dolması, yalancı dolma, doğurçu dolma, həqiqətlə yalanın arasında qalan dolma, üç bacı dolması. Usanmadın, getdin 3 dənə kürəkən dolma gətirdin, pişirdin. Sonra bir bacı ilə bir kürəkəni götürdün, başqa qazanda pişirdin. Dedim, niyə belə eləyirsən? Dedin, yola getmirlər, ayrı qazana çıxın. Tapdım. Bəlkə onda xaş pişirim. Ona da bankatlar. Kızım xaş pişirmə, qurban olum. Axırıncı pişirdiğin xaşın suyu xile içimiydi, dodağıma yapışıb. Bir ayda danışamıram, bir mən. Apardınız məni həkimə, elə bildiniz, insult vurub məni. Kızım, o xile içimi suyla mən evdə sılan hər şeyi yapışdırmışam. Mənim dişim protezli, ana dişçimi yapışıb, ağzıma çıxardamıram. Qonşum bu maşının buferi sallanırdı, onu yapışdırdım. Bufer elə oturdu, elə bir zavatskoy germetka ilə 34-müzə.
Ay qaynata, xaş sənin yaşındakı insanlara çox xeyirdir. Sən niyə xeyrini heç görmədin bu xaşı? Gördüm, niyə görmədim, gördüm. Arvadın da dodaqları bitişmişdi, bir ay deyinənmədi, baş qulağım dinci. Ağzını açdırma, ha. Aça bilirsən Muji? Bu dəqiqə ilə danışaram, bir ay doldurar. Şeydir, qaynmam, onda sən də görün, mən bugün nə bişirim? Bala, aş bişir, doğğa bişir, halva bişir, eləmi balam? Bəli. Azamat, deyirəm sənə bəlli yaz istəyirsən. Tabut istəmirsən, kiraya çadır istəmirsən, kəfən istəmirsən. Əbəs. Torpaq çəkir dənsə. Bax gör, uzaqlardan maman əl eləmir belə, rəhmətli maman. Gəl. Nəsə deyirsən, get. Mən icazə verirəm, get. Ata, yaxşı, uşağın yanında elə şeylər danışıb qorxutmayın, yaxşı. Mən bildim, bugün sizə bir dənə qəşəng dönər düzəldəcəm. Yo, dönər zad eləmə, xahiş edirəm mama. Keçən dəfə dönər elədin, dönərin ətini pişiyə verdim. Pişik getdi yuvasına mənə ət gətirdi ki, özünə hörmət elə, ona ət deyirsən. Oy, o niyə elə olsun ki o? Hardan almışdın ki o dönəri? Bu aşağıdakı təyyarə dayı yoxdu, ondan almışdım resepti. Təyyarə yox, qızım, təyyardır o kişilər. Təyyar, hə. Nə yazılmışdı reseptdə? Bilmirəm, baxmamışdım, hadiyan görüm. Biraz pomidor, biraz xiyar, biraz çörək, biraz eşşək əti. Sən bu yazığa neçə ildə eşşək əti yedizdirirsən? Deyirəm də bu niyə məktəbdə özün adam kimi apara bilmir? O ondan deyil, oxşuyubdan oxşamışlarına. Mən anqırıb tayımı tapmışam artıq. Nəysə, bu qlobal problemi həll eləmək lazımdır. Mən səninlə burada ciddi söhbət edirəm, sən mənə məzələrsən, hə? Nə qlobal problemi? Bir dənə yemək pişirəcəksən də qlobal problemi. Elə asadlı son da özün pişir, görüm. Niyə pişirmirəm ey vəbşi? Ver bura. Hə? Ver o fartıqı, ver. Yemək pişirmək. Çox böyük şey alıb. Bir dənə yemək pişirir. Hə, pişir. Görüm necə pişirəsən. Boy. Əziz ailəm, diqqətinizə çatdırıram ki, bugün evdə yeməyi mən pişirəcəm. Kim nə istəyir? Səsim batdı. O xaçdan mənə də vermirsən. Kim nə istəyir, onu yiyəcək. Bravo. Kompot, akroşka, kimin ürəyinə istəyir, onu yiyəcək. Reyhan. Ateşəçanlığı dayandıraq, xahiş edim. Reyhan, sən nə yemək istəyirsən? Güya istədiyimi desən pişirə bilərsən ki, sən bu vaxta kim nəyisə pişirə bilmirsən? Al, sən başını pişirib almadın, bəs. Qardaşım bizi görəsən əl-ələ görməsəydi, sən məni alırdın mı? O qardaşa altdan mesaj yazıb onu gətizdirib bizi tutuzdurmaqla tutuzdurdun sən onsuz. Bir ömürlük. Elə bilsən bilmirəm. Konum açıq qalmışdı da ona görə gəldik. Konuma bax, konum var idi az. Bilmirəm. Mama, Can. sən nə yemək istəyirsən? Valla yağlı olmasın təzyiqim var, şirin olmasın şəkərim var, quru olmasın yazvam var, eləmi balam? Bəli. Deyirəm arvad, səndə də maşallah yox da. Həmişə varlıq içində yaşamaq istəyirdin, hər şeydən biraz yığmısan özündə. Yaxşı. Ha baba, bəs sən nə yemək istəyirsən? Mən duzlu yemək istəyirəm mən bala. Duzlu? Qoy elə duzlu yesin, bəlkə şitliyi keçər. Ol, sən nə yemək istəyirsən? Mən çöldə yemək istəyirəm. Ebi o, yeməyə qoyaram qapının ağzında yer. Elə yox, mən pul ver gedim çöldə yeyim. Hayıfdə, sənin bu boyda burada kulinar dədən, sən ürəyən nə istəyir denən dədən pişsin bu dəqiqə. Burger. Ala get çöldə ye. Oğlum gəl bura, oğlum gəl bura. Neynirsən çöldə gedib belə şeylərlə mədəni xarab eləmə. İndi atan sənə bir dənə qəşəng yemək pişirəcək. Əllərimizi yeyəcək. Gülürsən hə mənə? Gülürsən. İndi mən pişirim sən də bax. Çıxın otaqdan. Yemək pişirəcəm. Sakın! Oy. Ha, sən də düz o yana get. Bir ayağın oradadır, bir ayağın buradadır. İndi YouTube'a atacağım. Cürbəcür reseptlər. Şırınq.
Əziz izləyicilər, Mətbəx Pişikləri YouTube kanalına baxırsınız. Əgər sizdə nə var yemək pişirməyə? Arvadlar pişirirsə, mən dünəndən pişirirəm deyirsinizsə, Ha deyirəm. cana pişirərsiniz. Bu nə interaktiv YouTube kanalıdır. Amma buna baxmayaraq, mən sizə nə lazımdır, hamısını deyəcəm. Aha. Deməli, bir ədəd petruşka. Aha, petruşka. Əgər o da göyərtilər arasında bilsəz ki, hansı petruşkadır? Petruşka o kişniş oxşayan deyil. Kişniş də kərözə oxşuyur. Göbələk. 4-5 ədəd. 1 stakan xama. Elə bir 3 göbələk ədəd mənə soxdu, amma nə? yumurta. 2 dilim Holland pendiri. 1 ədəd də arıq arvad. Bizdə düyü uzundur, arvad yumrudur. Deməli, sizə bir məlumatı çatdırım. Siz kişilər heç vaxt arvadsız yemək pişirəməyəsiniz. Siz heç kimsiz. Bu nə Siz niyə götür- yemək pişirə biləsiniz ki? Sən hə? Arvadsız yemək olara. Sən! Arvadsız yemək pişirmək olara. Sən əclaf! O mümkün deyil. Sən! Get işimi tap. Oy, sol demir ha. Hadi çek. Sən hə? Bütün YouTube kanalları bozulur Vice. Elə YouTube kanalı olar hə? Adamla tüktükləşir. Feminist YouTube kanalı. Mən yemək fikirləmirəm. Mən niyə qapını döyüb sonra şey gətirirəm ki? Hadi. Salam bacı, necəsən? Nə var, nə yox bacı? Bacı qardaşın da. O? Görüm sən kimdir? Bu Nüsrət? Ha. O həmişə evə gələndə mən bacının üzünə baxmırdım, ayıbdır deyə. Ona görə çaşdım birdən-biri. Sən niyə evin xanımı olmusan? Gic danışma. O nə pirog deyilə? Valla bacı boşqaf vermişdi, boş göndərməyim deyə özüm öz əllərindən pirog pişirdim. Mənə evin xanımı deyirsən, özün 6 ayın gəlini olmusan, elə? Qulaq as. Kakras kömək elə yemək pişirirəm. Sən niyə yemək pişirirsən ki? Arvadın prinsipinə düşmüşəm sən. Nə danışsan? Ha, bu una batmaq lazım idi, arvad deməyib, bax. Dənə çox üzr istəyirəm. Niyaz kömək elə! Həyatım, Nüsrət də bizim kimidir. Məni də evə çağırım yemək pişirməyə. Sən niyə arvada şəkil atsan, hə? Arvada səslə şəkli sinxron atanda xoşbəxt olur. Daha çox sevinir. Nə olub? Qulaq Sən. Niyaz. Başlayamıyorum. Aa, başım ağrıdı. Niyaz, niyə başlasan var ha? Partladasan qardaş. Belə təsəvvür eləməmişdim yazanda. Açığı. Qulaq as. Onu da sindirəm. Ay. Qulaq, mən də başım çıxmır, kömək eləyim, nəysə. Qulaq. Elə bil indi başlayırdın ha, oxlanda. Yoxsa orada deyil. Nüsrət. Ha. Bir dəqiqə diyan görmür. Sən WhatsApp-da kişilikdən status paylaşan adamı nə hallara düşdün hə? Nə deyirsən ha? Oyda, əvvəl yumruğunu vururdun, stoldan toz qalxırdı, indi un qalxır. Nəsə tərs deyə burada. Ərəysə. Qulaq as, deyirəm ki... Niyə belədir bu, nəsə? Deyirəm ki... Bu nəsə səhv oldu. Sən əlinin xamırı ilə kişi işlə qarışma. Qulaq as, deyirəm ki... Bu şeydən... Hələ mənim gəlindən xəbərim var. Arvad şeylər danışma, nə olsun xəmir açırıq burada? Nə olub ki, hələ mənim gəlindən? Ha?
Evdə dalaşıb, uşaqları da qoyub evdə, qaynanasını götürüb çıxıb gedib dədəsinin evinə. Qaynanası niyə? Kişiyə böyük dərd verib də anasız qoyub. Niyaz, bəsli kişi söhbətləri elə biraz, Niyaz. Kişi söhbətləri? Hə. Fikirləşim. Yox, o ağır söhbətdir, gözlə. Yox, o da... Yox, deyə məndə. Sən elə. Şeyi gördün də ilkini. Silkin, hə? O var video zaten. Gördün, gedib Opel alıb. Opel də xala qızı qalıb üstündə. Xala qızı demişkən. Həlimə xalası qızı. Bəsli də! Nə istədin bu Həlimədən sən? Boşqaf vermişdim, geriyə boş qaytarmışdı. Bir şey pişir də, ifritədir, ifritə. Dur canım o mənim evimə. Niyə? Dur! Nikillərin qoyacaq sətində un işarəsi qalacaq. Çıx mənim evimə. Çıx mənim evimə. Bu xəmirdə nəyəsə səhv eləmişsən. Hə, bilmirəm tay. Plastilindir, xəmirdir, nədir bu? Qapını ört. Dədə bu nədir? Yemək! Yemək! Nə oldu bala yemək? Yemək! Abala, 5 dəqiqə qızın hazırdır, 5 dəqiqə. Mən nə olarım, hə? 5 dəqiqə, tak, bunu elə belə atım ora. İçinə də o birisi bu şeylərdən qatarım. Bir təhər basarım, pişsin. Qaz, qazanı qaz. Yemək verənin özü çıxsın, verməyənin gözü Yemək verənin özü çıxsın, verməyənin gözü çıxsın. Yemək verənin özü çıxsın, verməyənin gözü çıxsın. Yemək. Gətir görək. Hazırdır, hazırdır. İstidir, ha, istidir. Yavaş, 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 istidir. Hemen yemek gətirməsən bunlar bir-birini yiyəcəkmiş. İndi başa düşmədim, bu yeməyin adı nədir ki? Bu yeməyin adı vur bədənə, rəhmət oxu dədəmə. Ay bala, mən hələ sağam, ölməm. Uy, ay bala. Mən nəsə özümü yaxşı hiss eləmirəm. Nə oldu mama? Aramsa ağrıyır, amma bilənmirəm aramda. Olmaz. Oy. Bir dəqiqə, sən neynəmsən? Yeməyin içinə çuğundur qatmışdın. 5-6 dənə dad etsin də. 5-6 dənəyə bax, bilmirsən çuğundur şəkəri çoxaldır, anan da şəkər xəstəsidir. Mən nə bilim, babam şəkərdir. Bil də. Ay mama. Bu. Boy. Bala dur bəri gəl. Baba. Kimdən danışsan baba? Rəhmətli nənəndir. Elə gəl eləyib, başa düşəmirəm. Nənəni çağırır, yoxsa mən çağırır? Deyən ikimizi də çağırıraq ki. Go to the pet shop, gedinən. Reyhan. Şahbala sən nə dersən? Ana, eşək eti bundan yaxşı idi. Bu nədir? Can bala, Midəm ağrıyır. Otur oğlum, otur. Reyhan sən yaxşısan bari. Ata, mən yaxşıyam, bəs sən yemək istiyot qatmışdın. Az belə. Belə, bax, təzdiqi vurub, atavın kəlləsi çarxa çıxıb. İstiyotdandır. İstiyotdan da. Mən yaxşıyam, əslində mən heç nə yemədim. Əlimi atan kimi kimsə qolumu dişlədi, qolumu çəkdim. Mən lağarım indi Reyhan, bunlara nə verim Reyhan? Reyhan lağaraq atam anam əlimdən gedir, oğlum gedir Reyhan. Ailəni qırdım, Kvadalupan ailəsidir bu Reyhan. Belə saatdır da yemək pişirmək. Əli xamırlı qadın işinə qarışırsan. Bəs ona görə də yemək bişirəndə hamıdan bir soruşmaq lazımdır ki, nə yeyirsən? Mən niyə hər gün soruşuram ki, nə bişirim? Yemək bişirəndə hamının fikrini nəzərə almaq lazımdır. Bu ərzaqları, bu xəstəliyi, bu bütün büdcəni hamısını uyğunlaşdırmaq lazımdır. Ona bax, qonşu da pəncərədən gülür. Gülər də. Sən düz deyilmişsən Reyhan. Bəli. Bu yemək pişirmək əməlli işiymiş. Bəli, biz analar bilirsən nələr çəkirik? Biz analar hər gün yuxudan duranda verəcəyimiz ilk sual, düşünəcəyimiz ilk sual olur ki, bugün nə bişirim? Elə bilirsən hasaddan olmaq, yemək pişirmək. Qulaq sevən, bunlar lağaraq, bunlar gedirək bu, yol istədim. Şeydir, belə eləyək də onda, bunların dərmanlarının vaxtıdır, sən bunların dərmanlarını ver, mən də görüm nəsə bir şey pişirim, bunları dirildək day. Yaxşı, gedim dərmanları gətirim. Bir dəqiqə dayan. Bəbəliyi bugün nə pişirəcəm?
dalınca gedək. Gedək. Atam anam da gəldi. Bax, qudalar oynayırlar. Gəl O pəncərədən gedək yandan, o oynayaq. yandan. Gəl bəri. Uçdu. Anan uçur. Boy. Anan uçur. Boy. Uyan. Gəl. Gəlin. Alqışlarla bugünkü heyəti səhnəyə dəvət edirik əziz dostlar. Gəlin, hamı gəlsin. Həqiqətən də bugün yarısı yoxdur heyətin. Səhərdən yuram getmiş. Un vurmalıymışıq sən demə. Mən 2 saatdır nə vururam mən? Olmaz. Sağ ol deyəcəm. Əl salmayacam mən. Əl salma. Necə idi bugünkü konsert əziz dostlar? Əziz dostlar, bugün təşəkkürümü bildirmək istəyirəm. Şuşa Dram Teatrına təşəkkürümüzü bildirib bizə yaratdığı şərait üçün. Eyni zamanda da Mezura kişi geyimlərinə təşəkkürümüzü bildiririk. Əhməd Nəzəbində yerləşdir, Niyapol dairəsində. Bugün gəldiyiniz üçün sizə çox böyük təşəkkürümü bildirirəm. Təşəkkür edirəm ki, gəldiniz, bizi izlədiniz. Sizi də bir alqışlayaq. Bugün çox gözəl iştirak elədiniz. Əziz dostlar, Sən Zarafat ilə verilişinin növbəti buraxılışı sona çatdı. Necə idi dostlar? Mithat müəllim, necə idi? Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyatda sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə. Sən zarafat elə, hər adamın yaşına görə. Sən zarafat elə, hər yerdə başına görə. Sən zarafat elə, hər adamın yaşına görə. Sən zarafat elə, hər yerdə